İşıqfor işləməyəndə yol ver nişanı ilə gediriksə, baxın bir işıqfor işləmir, obursu düzdür, işləkdir hazırda. Prosta mən işləmədiyini izah edirəm ki, nizamlanmayan yol ayrıcında yol ver nişanında azalt dayanacaq. Yol ver nişanında bu işlədi. Görürsən, bayaq işləmirdi. Yaşılı işləmir, nəsə onun deyəsən. Bir də baxarıq. Yol ver nişanında sola dönən sürücülər çox tərəddüd eləyirlər. Yol ver nişanı ilə. Nəyə görə? İşıqfor işləmirsə, təbii ki, yol ayrıcına daxil olanda sağımız, solumuz baş yol olur. Çünki 4 yoldur da burada. Yol ayrıcı T şəkilli deyil. Krestikdir, belə deyək. Qarşıdan gələnə də yol ver olur. Ya stop olur, ya yol ver olur. İkisindən biridir. Əgər ona stop olarsa, o tam dayanacaq. Biz yol ver nişanı ilə keçəcək, o da stopdan bizə də yol verib keçəcək. Amma ikimizə də yol versə, onun arxasından, nişanın arxasından tanıyırıq. Üçbucaqdır üzü aşağı. 8 güşəli olsa arxası stopdur. Amma üçbucaqdırsa üzü aşağı. Baxın, orada var. Oradan uca bilirik. O zaman biz yol ayrıcına daxil olanda həm solumuza, həm sağımıza bir də yol verdən gələnimizə yol verib gedəcəyik sola. Çünki oradan gələn də sağımıza düşür. O bizdən öncə yol ayrıcına daxil olubsa biz ona yol verəcəyik.